Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə qarışqa yuvası salatı hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 2 dənə böyük kartof. Bunu belə markov çəkən törkadan, yəni rəndədən keçirdirəm. Belə uzun olsun. Baxın belə. Və məndə 2-3 dənə balaca xiyardır. Siz 2 dənə böyük xiyar da götürə bilərsiniz. Bunu da belə rəndədən keçirdirəm. Üç dənə balaca pomidor və yaxud da 2 böyük pomidor. Bunu belə kubik doğrayıram. Və yarım sinə, toyuğun sinəsini bunu pörtətmişəm. Bunu da kubik doğrayıram. Və 3 diş sarımsaq. Bunu da belə rəndədən keçirdirəm və yaxud da əzə edə bilərsiniz. İndi isə toyuğun filesini əlavə edirəm bir qaba. Sarımsağı. Xiyarın suyunu belə sıxıram. Bunu da əlavə edirəm. Çox dadlı, asan salat alınır. Pomidorun suyunu da sıxıram. Bunu da əlavə edirəm. Üzərinə zövqə görə duz. Mayonez. Mayonez hardasa 2 xörək qaşığı bəs eləyir. Bunları belə qarışdırıram. Əlavə edirəm bir qabın içərisinə. Siz bunu belə sadə də saxlaya bilərsiniz. Mənim sonradan yadıma düşdü. Kahıl qoydum. Altına indi göstərəcəm sizə. Kahını qoyub kahının üzərinə də salatı əlavə edə bilərsiniz. Belə daha qəşəng görünür. Əlavə edib belə biraz düzəldirəm üzərini. Və sonra keçirəm kartofları bişirməyə. Amma kartofun bişirməyi mən sizə videoda göstərməmişəm. Birinci kartofu belə yuyuram. Rəndədən keçirdiyim kartofu belə yuyuram. Sonra isə salfetin üzərinə belə qoyub, üzərindən yenə də salfetlə suyunu çəkirəm. Sonra isə bol simiçka yağında, yəni duru yağda qızardıram. Baxın, belə tam suyunu çəkmək lazımdır. Belə qızartdım. Gördüyünüz kimi xırda çipslər kimi alınır. Bunu mən qızardanda duz qatmamışdım. İndi isə başqa bir qaba əlavə edib, üzərinə duz səpirəm. Yenə də zövqə görə biraz belə qarışdırıram. Və sonra bu kartofları da əlavə edirəm salatın üzərinə.
Kahını da gördüyünüz kimi salatın alt hissəsinə qoymuşam. Çox gözəl görüntü olur. Belə kartofu da səpirəm salatın üzərinə və artıq nuş eləyə bilərsiniz. Kartofu çox qabaqcadan əlavə etməyin, çünki tez yumuşalır. Elə süfrəyə verənə yaxın əlavə etsəz daha yaxşı olar. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, komment yazmağı unutmayın. Çox sağ olun.